1 avqust Azərbaycan dili və Azərbaycan əlifbası günüdür. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qorunması və latın qrafikalı əlifbanın bərpası istiqamətində mühüm xidmətlər göstərmiş, 2001-ci ildə 1 avqustun Azərbaycan dili və Azərbaycan əlifbası günü kimi qeyd olunmasının əsasını qoymuşdur. Bu siyasət bugün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan əlifbası tarix boyu ərəb, latın, kiril və yenidən latın qrafikası mərhələlərindən keçərək bugünkü müasir formasına qovuşmuşdur. Bu inkişaf yolunda Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və digər görkəmli ziyalılarımızın böyük xidmətləri olmuşdur. Bugün istifadə etdiyimiz həmin 32 hərfdən ibarət müasir Azərbaycan əlifbası dilimizin zənginliyini və milli kimliyimizi yaşadan ən qiymətli mənəvi sərvətlərimizdən biridir. Ana dilimizi sevək, əlifbamızı qoruyaq və gələcək nəsillərə böyük qürurla ötürək.